insan Hüseyn qatili eləyər, Hüseyn qatili. Ona görə çox müğayət olmalıyıq ki, evimizə haram dikə girməsin. Haram dikə girməsin. Mən bir dənə bunu da deyim sizə. Bir dəfə mənim mömin qardaşlardan biri ilə görüşüm oldu. Çox ağlayırdı. İmanlı qardaşlardan biriydi. Dedi ki, mənim həyatda başıma bir iş gəldi. Dedim, qardaş, başıma ne iş gəldi? Mənə dedilər ki, məsələn, 300 min, 400 min bizim puluna sənə pul verəcəyik. Bir dənə bir iş idi ki, orada biraz haram var idi. Məni deyir, biraz şeytan aldatdı. Diqqət edin, analarım, bacılarım, bu siz üçün deyirəm. Deyir, mənə şeytan biraz aldatdı. Deyir, razılaşdım öz-özümə, gəldim evə, dedim, xanım, gözün aydın olsun. Daha bundan sonra evimiz, eşiyimiz, hər şey daha yaxşı olacaq. Bu qədər pul gəlir bizə. Deyir, xanım qayıtdı ki, necə gəlir bizim evə? Dedim ki, belə də biraz orada nəsə var, inşallah tövbə eləyərik. Məsələn, belə deyək. Xanım qayıtdı ki, and olsun Allaha, o ev pulu girsə, o pul evimizə, mən səndən tutardım, mən bu evdən gedirəm. Bir anlıq ayıldım. Dedim, ilahi və Rəbbim, dünənəcən evdə mən deyirdim, haram olmaz. Əlhəmdü və sənə, xanım məni də çıxartdı vəziyyətdən. Bəzi xanımlar insanları Zuheyr ibn Qeyn eləyər. Zuheyr ibn Qeyn kimdir? İmam Hüseyin əleyhissalamla qoşulmaq istəmirdi də karvanla, düzdür? Kərbəladan ki gəlirdi, Kərbəladan İmam Hüseyin əleyhissalam gələndə, Kərbəlayı daha doğrusu gedirdi, o tərəfdə Zuheyr ibn Qeyn var idi, çox böyük şəxsiyyətlərdən bir nüfuzlu idi, imkanlı idi. Öz-özünə deyirdi, kaş Hüseyin mənə çağırmasın, kaş Hüseyin mənə çağırmasın. Yaxşı, nə baş verdi? Ortada gəldilər, dedilər ki, İmam Hüseyin səni çağırır, diyandı, dedi, doğrudan, dedi. Getmək istəmirdi, xanımı gəldi, diyandı qabağında, dedi, filan, dedi, hə. Dedi, İmam Hüseyin Zəhra balası səni çağırır, getmirsən. Diyandı, söz tutdu bunu, getdi İmam Hüseyinə yaxınlaşdı. İmam Hüseyin nə dedi, nə demədi, mən bilmirəm. Nə dedi, nə demədi, mən bilmirəm. Belə nə baş verdi, nə söhbət getdi orada. Amma onu deyə bilərəm sizə dəqiqliklə ki, təbəssümlə qayıtdı xanımla, dedi ki, xanım, mən getdim, qoşuldum İmam Hüseyinə. Mən getdim Hüseynə boğuşdum. Gəldi İmam Hüseynə qoşuldu. Özdə elə bir dənə yerdə dayandı ki, İmam Hüseyin Kərbəlada sol cinahı ona tapşırmışdı. Sağ cinah Həbib ibn Məzahir, sol cinah Zuheyr ibn Qeyn. Ümumi komandir isə kim idi? Əbəlfəz ağa idi, Ələmdar. Əbəlfəz ağa. Əbəlfəz ağaya qurban oldu. O da başda dayanmışdı. Ona görə bir dənə baxın, Əbəlfəz şəhid olanda, yerə yıxılanda nə dedi İmam Hüseyin? Ləqəd inkəsərə zəhri, belim qırıldı, Abbasım getdi. Belim qırıldı, Abbasım getdi. Baxın, bəzi xanımlar gələr insana haralara çatdırar. Züheyd ibn Qeyn elədi. Belə xanımlar, belə analar, belə övladlar böyüdər və yaxud elə təsir göstərə bilər ailəyə ki, ailənin bütün ağababası deyər. Burada xanımlar çox deyənə, siz üçün deyirəm, siz böyük bir dənə qüdrətə sahibsiniz. Böyük bir dənə qüdrətə sahibsiniz. Allah sizə analıq kimi status verir. Uşaq tərbiyə eləmək, bu tərbiyə eləmək, uşağı təlim, tərbiyə eləmək, bu kimin missiyasıdır? Peyğəmbərlərin missiyasıdır. Yuallimuhumul kitabə vəl-hikmə və yüzəkkihim. Peyğəmbərlər gəldilər, təlim, tərbiyə elədilər və təzkiyə elədilər, tərbiyə. Təlim, tərbiyə Peyğəmbər missiyasıdır. O missiyadan sizə də gəlib çatıb, sizə də gəlib düşüb. Və siz, Allah sizi hara qaldırıb, hansı zirvələrə çatdırıb, belə bir missiya tapışmış, gedin, övlad tərbiyə ediyor. Çox təəssüf olsun müasir dünyamız, deyir, daha çox qadını çölə çıxartmaq istəyir. Analıq statusunu endirmək istəyir sıfıra. Yəni, analıq heç nə sanki. Dəyərsiz bir şey kimi təqdim eləmək istəyir. Yox, Allah sizə bu məqamı verir. Bu məqamı verir. Belə bir məqam, şükür, həmd eləməlisiniz Allaha ki, İlahi sən bizə nələr nəsib eləmişsən. Və biləsiniz Qədirxunda dünən dedim bunu, yox, burada da deyim, xanımlar, bilirsiniz Qədirxunda xanımlar da Əmirül-Möminə beyyət elədi. Necə beyyət elədi? Bir qabı qoydular, suyu tökdülər onun içində. Əmirül-Möminin əli kənarda, suda, onlar xanımlar da əlini o tərəfdən qoydu, onların da əli suda, neynədilər? Beyyət elədilər Əmirül-Möminə. Və onu da bilin, İmam Zaman əleyhissalamın o 313 nəfər ki, xas deyirlər, o xasların içindən 2 nəfər xanımdır. Onu da bilin. Bu açılıb qapı həm kişilərin üstünə, həm qadınların üzərinə.